Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam polyakların Küləyin Yaramazlığı adlı nağılını danışacağam. Söyüdlü kənddə hamı küləkdən gileyli idi. Baba çörək bişirdiyi yerdə sobanı söndürdüyü üçün küləyə hirslənmişdi. Qarı nənə küçəyə çıxa bilmədiyi üçün küləkdən incimişdi. Pinəçi pəncərənin arasından içəri girib dükanını soyutduğu üçün küləyin əlindən yanıqlı idi. Axsaq bağban bağçadakı çiçəkləri qırıb atdığı üçün küləyin qarasınca deyinirdi. Kənddə küləyi ancaq bir uşaq sevirdi. Anacan, gəl bax, külək nə gözəl əsir, dedi. Bunun nəyi gözəldir balaca? Bu külək ziyankardır. Onun ucbatından bitkilər məhsul verməyəcək. Çünki tozlarını uçurdur. Bu il bəlkə heç çörəyimiz də olmadı. Çörək sözü uşağa küləyi unutturmağa kifayət etdi. Anacan, mənə yağ çörək verərsən? Külək kəndlilərin şikayətlərini eşidib, heç kəsin onu sevmədiyini anladı və bu kəndi tərk edib getdi. Əslində onların məni sevməməyə haqqı var, külək düşünürdü. Mən səndə elə vıyıldayıram ki, elə bil fit çalınır. Fırtına olub kükürüyürəm. Doğrudur, məndən qorxurlar. Amma mən küləyəm. Başqa cür necə davranım, bilmirəm. Axı mən nə edə bilərəm? Mən əsmək üçün varam. Külək xoruzun yanına getdi. Ondan mahnı oxumağı öyrətməyi xahiş etdi. Amma xoruz ancaq banlamağı bilirdi. Qurbağanın yanına getdi. O da kömək edə bilmədi. Çarəsiz şəkildə çöllərdə dolaşarkən qarşısına bir müqavva çıxdı. Amma bu müqavva quşları qorxutmaq üçün ləklərin arasında qoyulan digər müqavvalardan seçilirdi. Gözəl qız kimi geyindirilmişdi. Başında nazik papaq, əynində ipək paltar vardı. Külək bu gözəl qıza yaxınlaşmağa ürək eləmədi. Odur ki, əvvəlcə 9-10 gülünün gözəl ətrini aldı. Ondan sonra qıza yaxınlaşdı. Amma o qədər həyəcanlı idi ki, özünü itirib möhkəm əsdi. Qızın papağı uçdu. Külək çox pərt oldu. Səssiz-səmirsiz müqavva qızdan uzaqlaşdı. Ağlayaraq kəndə qayıtmağa qərar verdi. Yolda taxıl zəmisində onu sevən balaca uşağı gördü. Anası zəmidə işləyirdi. Taxıl biçirdi. Ağacdan nənni asılmışdı. Uşaq həmin nənnində mışıl-mışıl yatırdı. Külək onu sevən uşağı görüb çox sevindi. Onu da sevindirmək istədi. Asta-asta əsməyə başladı. O qədər xoş və sakit əsirdi ki, bütün zəmindəki taxıllar başını qaldırdı. Sümbüllər açıldı. Balaca uşağın anası da artıq rahatca işləyə bilirdi. Balaca uşaq isə bütün bunlardan xəbərsiz yatırdı. Yuxuda küləklə oynayırdı. Uşağın məhəbbəti küləyə necə davranmağı öyrətdi. O gündən sonra külək fırtınalı günlərdən başqa həmişə nəvazişlə əsməyə başladı. Heç kəs ondan şikayət etmədi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.